Salam əziz müəllimlər, mən fiziki tərbiyə müəllimi Elcan Nəsrov. Bugünkü video izahımızda idman oyunlarından vədbol idman oyununun izahını verəcəm. Vədbol idman oyunu yaranıb 1895-ci ildə Amerikada və yaradıcısı William Morgan, bədən tərbiyəsi William Morgan. Vədbol Federasiyası yaranıb, Beynəlxalq Federasiyası 1947-ci ildə Paris şəhərində, Fransanın Paris şəhərində və vədbol kişilər və qadınlar ilk dəfə olimpiya oyunlarında iştirak edib 1964-cü ildə kişilər və qadınlar olimpiya oyunlarında iştirak edib və belə bir müəllimlərin şişə qəbul imtahanına düşüb, səhv eləmirəmsə 2022-ci ildə 4 medal qazanan vədbolçumuz kimdir? İnna Riska 4 olimpiya medalı qazanıb. İnna Riska və Azərbaycanda vədbol yaradıb 1926-cı ildə və 1926-cı ildə yaranıb vədbol Azərbaycanda Vədbol Federasiyası yaranıb 1992-ci ildə 1992-ci ildə. Tarixlərdən bu qədər. Tarixlərdən bilməli olduğumuz tarixlər bu qədər. Sizə ilk öncə vədbolun komanda heyətindən danışım. Vədbol idman oyununda bir komandada 12 idmançı olur. 6 əsas idmançı bir komandada. 6 əsas. 6 isə ehtiyat. Beynəlxalq yarışlarda iki komandanın razılığı ilə plus 2 əlavə ehtiyat olur. Yəni 6 əsas, beynəlxalq yarışlarda isə 8 ehtiyat olur. Ümumi bir komandada 14 idmançı olur. Və meydana çıxarkən, bir komanda meydana çıxarkən 6 əsası mütləq meydana çıxmalıdır. 6 əsası. Bu 6 nəfərdən biri olmazsa, məsəl üçün 5 nəfər olarsa, komandaya 15 dəqiqə vaxt verilir, 15 dəqiqə gözlənilir. 15 dəqiqə ərzində komanda tam heyət olmazsa, həmən komandaya texniki məğlubiyyət verilir. 15 dəqiqə gözlənilir. Bu harada rastlaşmışıq? Bunu basketbolda da 15 dəqiqə komandaya vaxt verilir, heyət tam olmazsa, texniki məğlubiyyət verilir. Və onu deyim ki, vədbol idman oyununda komanda bir dəfə gəlib çıxmadı, iştirak etmədi. Bir dəfə iştirak etmədi, birincini texniki məğlubiyyət aldı. İkincini çıxdı, ikinci yarışa keçdi, ikinci yarışına da gəlmədi. İkinci texniki məğlubiyyət də aldı. Avtomatik olaraq komandanı turnirdən azad edirlər. Yəni yarışlara buraxmırlar. 2 dəfə texniki məğlubiyyət olarsa, həmən komandanı yarışlara buraxmırlar. Komanda heyətin bildik, 6 əsas, 6 ehtiyatı var və beynəlxalq yarışlarda isə 8 ehtiyat olur. 6 əsas, 8 ehtiyat. Bu 6 əsas, ümumi 12 heyətdən, beynəlxalq yarışlarda da 14 heyət. 2 komandanın razılığı ilə 14 heyət olur. Bunlardan protokolda əsas 12 komandanın 12 heyətindən protokolda 2 libero olur. 2 libero yazılır. Meydana çıxarkən isə 1 libero çıxır. Liberosuz da meydana çıxa bilərik. İndi meydana çıxma, liberonun nə rolları var, bunların hamısının izahını verəcəm. Komanda heyətindən bildik ki, 12 komanda heyəti olur, beynəlxalq yarışlardan 14 və 6 əsas, 6 ehtiyat. Mütləq 6 nəfər meydana çıxmalıdır. 6 nəfər çıxdı. Biri oyundan zədələndi və yaxud da oyundan qovuldu, 5 nəfərlə oyun davam etdirə bilməz. Mütləq bunun yerinə oyuncu meydana gəlməlidir.
mütləq oyunçu gəlməlidir. 5 nəfərlə oyun davam etdirə bilməz. 5 nəfərlə meydana çıxa bilmərik. Mütləq oyuna çıxarkən, meydana çıxarkən 6 nəfər. Oyunu davam etdirmək üçün 6 nəfər. Məsələn, basketbolda demişik ki, əsas heyət 5-dir. Mütləq 5 nəfərlə basketboldan söhbət gedir. Mütləq 5 nəfərlə çıxmalıyıq meydana. Amma 4 qalarsa davam etdirə bilərik. 3 qalarsa davam etdirə bilərik. 2 qalarsa davam etdirə bilərik. Artıq 1 qalarsa, 2-dən az qalarsa, artıq 1 qaldıqda, həmən komandaya texniki məğlubiyyət verilir. Bu basketbolda bu cürdür. Amma vədbolda isə 6 ehtiyatdan biri olmadı, biri qırmızı vərəq aldı. İndi kartlar haqqında məlumat verəcəm. Tək qırmızı deyildir. Qırmızı vərəqə bir xal rəqibə verməlidir. Servis haqqı rəqibə verməlidir. O kartlar barəsində deyəcəm. Biri zədələndi, biri oyundan xaric edildi. Qaldı 5 nəfər. 5 nəfər. 5 nəfər oyunçu ilə oyun davam etdirilə bilməz. Mütləq şəkildə 6-cı oyunçu gəlməlidir. Oyunçu gəlməzsə həmən komandaya texniki məğlubiyyət verilir. Vədbol idman oyununda meydançı haqqında məlumat vereyim. Üzr istəyirəm, biraz meydançanı əyri çəkə bilərəm. Bu bizim torumuz olsun, qırmızı. Bu bizim torumuz. Meydançanın uzunluğu 18 metr. Eni isə 9 metr. Uzunluq 18 metr, eni isə 9 metr. Yanlardan boş zona 5 metr. Azad zona, yanlardan azad zona 5 metr. Servisdən, arxadan servis zonasından boş zona isə, azad zona isə 6,5 metr. Baxın, məsəl üçün, buradan oyuncu, rəqib, məsəl üçün A, B. A komandası hücum zərbəsi vurdu, B komandasının oyuncusunun biri qəbul etdi topu, top gəldi 3 metr aralığında bura və yaxud da 5 metr aralığında servis zonasına. Buradan oyuncu, B komandasının oyuncusu gəlib bu 5 metr aralı olsa da topu qaytara bilər. Bu azad zona bunun üçündür. Azad zonada topu qaytara bilər. Top yerə düşməyibsə, topa yerə toxunmayıbsa qaytara bilər. Azad zonanı bildik. Və torun uzunluğu, meydanda olan torun uzunluğu 9,5 10 metrdir. 9,5 10 metrdir torun uzunluğu. Amma meydana daxil olan hissəsi isə 9 metrdir. Meydana daxil olan hissəsi 9 metr, uzunluğu isə 9,5 10 metrdir. Uzunluq bu qədərdir. Və torun dirəci 2,55 metr. 2,55 dirəyin hündürlüyü 2,55. Torun kişilərdə hündürlüyü 2,43. Baxın, kişilərdə hündürlüyü 2,43'dür. Kişilərdə hündürlüyü 2,43. Qadınlarda hündürlüyü isə 2,24 metrdir. Kişilərlə qadınlarda hündürlük fərqlidir. Topun çəkisi, oynanılan topun çəkisi 260-280 qram. Çevrəsi isə 65-67 santimetr. Çevrəsi. Torun hündürlüyü dedik. Kişilərdə 2,43 metr, qadınlarda 2,24 metr, dirəklərin hündürlüyü 2,55 metr, 2,55. Və
torda torun o top keçməsi mütləqdəki antenin arasından keçsin. Bu antenlərin uzunluğu 1.80 metrdir. 1.80 metr. Torun eni 1 metre. Bu antenin tora olan hissəsi, torun eni 1 metr olduğuna görə antenin də tora daxil olan hissəsi 1 metrdir. Antenin də tora daxil olan hissəsi 1 metrdir. Bunlar haqqında məlumatımız oldu. Onun meydanda oyun haqqında məlumat vereyim. Komandada ümumiyyətlə bədbolda hücum zonası var, müdafiə zonası var. Hücum zonası, ön zona, müdafiə zonası. Baxın, ümumi dedik meydançanın uzunluğu 18 metrdir və mərkəzdən tor gedir. Bu tor meydanı 2 bərabər hissəyə bölür. Bu hissədə ümumi tordan bu hissə servis xəttinə qədər 9 metrdir. Bu hissədə 9 metr. Buradan tordan ön zona xətti 3 metrdir. Həmçinin buradan bura 3 metr. Arxa zona isə uzunluğu 6 metrdir. Arxa zonanın da uzunluğu 6 metr. Hər iki tərəfdə. Bunları bildik. Ümumiyyətlə dedik, vəlbol idman oyununda 6 nəfər oyuna çıxır və hər oyunçunun özü bir zonada yerləşir. Bu zonalar zonanın düzülüşü saat əqrəbinin əksi istiqamətinə. Saat əqrəbinin əksi istiqaməti. Təsəvvür edin, bu saatdır. Məsəl üçün, 1. Saat əqrəbinin əksi istiqamətinə gedirmi? 2, 3, 4, 5, 6. Saat əqrəbi əksi istiqamətində oldu mu? Saat əqrəbi istiqamətində olsaydı, gələrdi belə bu şəkildə. Baxın, bu elə bir fikirləşin ki, saatın əqrəbinin uc hissəsidir. Belə fırlanardı. Amma burada isə əksinə, saat əqrəbinin əksinə. Belə bir sual düşə bilər. Test qarşınıza çıxa bilər və yaxud da sertifikasiyada və yaxud da müəllimlər işə qəbul imtahanında düşə bilər ki, oyunçuların düzülüşü necədir? Oyunçuların düzülüşü saat əqrəbi əksi istiqamətə. Oyunçuların yer dəyişməsi isə oyunçularla yer dəyişməsi isə saat əqrəbi istiqamətinədir. Məsəl üçün, birinci zonanın oyuncusu keçir 6-ya, birinci zona keçir 6-ya, 1 keçdi 6-ya, 6 keçdi 5-ə, 5 keçdi 4-ə, 4 keçdi 3-ə, 3 keçdi 2-yə, 2 keçdi 1-ə. Bu şəkildə. Baxın, 1 keçdi 6-ya, 6 keçdi 5-ə, 5 keçdi 4-ə, 4 keçdi 3-ə, 3 keçdi 2, 2 keçdi 1-ə. Saat əqrəbi istiqamətinə. Bu şəkildə yer dəyişməli olur. Oyuncular nə zaman yer dəyişmə edir? Rəqibin servisindən top qazanarsa. Məsəl üçün, mən oyunu başladım. Servis, yadınızda saxlayın. Servis mütləq birinci zonanın oyuncusu yerinə yetirir. Arxa zonada birinci zonanın oyuncusu. Gəlib 6-cı zona yerinə yetirmir. Və yaxud da 5-ci zonanın oyuncusu yerinə yetirmir. Birinci zonanın oyuncusu servisi yerinə yetirir. Birinci zonanın oyuncusu. Və məsəl üçün, birinci zonanın oyuncusu yanına topu servisdən başladım. Servis, onu da izah edeyim bir dəfəlik. Servis 8 saniyə müddətində yerinə yetirilməlidir. Əgər 8 saniyədən gec, məsəl üçün 8 saniyə tamam oldu, 9-cu saniyə olub, hələ mən servisi başlamamışam, avtomatik olaraq top keçir rəqibə və xal keçir rəqibə. Bir xal keçir rəqibə. Rəqib servisi başlayır. Mütləqdir ki, 8 saniyə ərzində servisi başlayır. Məsəl üçün, attım topu, servis etdim, servis bir əllə yerinə yetirilir. Bir əllə, bir qolla. Ya topu attın, mütləq ki vurmalısan. Topu atım, tutum, yerdən atım, vurum. Xeyr, elə bir vuruş yoxdur.
Mütləqdir ki, vurmalısan. Və servis yerinə yetirən zaman bu gördüyümüz servis xəttin arxasında yerinə yetirir. Xətti tapdalayıb edə bilmərik. Bu demiş ya azad zona. Altdan 15 metr azad zonadan qaçıb gəlib yerinə yetirib, hoppanıb burada topu vurduq, servis etdik. Ayaqlarımız göydədir. Servis etdik, düşdük meydan daxilində. Bu ola bilər. Amma gəlin meydan daxilində servis edim. Xəttin üzərinə ayağımı basıb edim. Bu şəkildə olmaz. Yalnız servis olan istiqamətdə yerinə yetirməliyik. Bu 9 metrə servis xəttinin arxasından yerinə yetirməliyik. Birinci zonanın oyuncusu, tutaq ki mənəm. Birinci zonanın oyuncusu servisi atdı və rəqib topu qaytaranmadı. Bu servisi biz qazandıq və yaxud da qaytarda oynadıq, servisi biz qazandıq. Yeridən mən atacağım. Mən atdım, rəqib top servisi qazandı, məsəl üçün. Oynadıq, servisi rəqib qazandı. Servisi rəqib başlayacaq. Həmçinin rəqib də 8 saniyə müddətində başlayır. Servisi atdı rəqib. Rəqib atdığı servisi biz qazandıq. Biz qazandıq. Avtomatik olaraq servisi qazandığımıza görə avtomatik oyuncular yerlərini dəyişir. 1 keçir 6-ya, 6 keçir 5-ə, 5 keçir 4-ə. Bu şəkildə dəyişir. Və birinci zonada birinci mən dayanmışdım. Gəlmişəm, düşmüşəm 6-cı zonaya. Gəlib yenidən mən etməyəcəm. Birinci zonada hansı oyuncudursa, libroda xaric, libro istisna olmaqla, libro servis yerinə yetirə bilməz. İndi libro haqqında məlumat verəcəm. Birinci zonanın oyuncusu servis yerinə yetirir. Və dediyimiz kimi, hər rəqibin servisindən xal qazanarıqsa, oyuncular yerlərini dəyişir. Ümumiyyətlə, dedik, libro servis yerinə yetirə bilməz. Libro servis yerinə yetirə bilməz. Libro, ümumi libroda məlumat verim. Libro servis yerinə yetirə bilməz. Dedik, protokolda 2 libro yazılır. Mütləq deyil ki, libro ilə meydana çıxıb. Libro sizdə çıxıb oynaya bilərik. Libro sadəcə olaraq arxa zonada oynayır. Ön zonada oynaya bilməz. Necə oynaya bilməz? Arxa zonada yerləşir. O demək deyil, mən arxa zonanın oyunçusuyam, ön zonada oynaya bilmərəm. Elə bir qayda yoxdur. Sadəcə olaraq arxa zonadan, məsəl üçün, libro yerləşir 6-cı zonada. 6-dan keçdi 5-ə, 5-dən 4-ə keçə bilməz. Libro ön zonada oynaya bilməz. 5-dir. 4-ə keçəndə avtomatik olaraq gəlir, o meydandan kənarlaşır, onun yerinə başqa bir oyuncu gəlir. Və bir xaldan sonra yenidən libro qayıda bilər meydana. Libro bəstəboy olur. Komandanın ən mütəxəssis oyuncularından olur, cəlb oyuncularından olur, bəstəboy olur. Müdafiəni yaxşı götürür, topu yaxşı qəbul edir, cəlb oyuncudan seçilir. Libro tor səviyyəsindən hündür olan topa hücum zərbəsi vura bilməz. Blok qurmada iştirak edə bilməz. Servis yerinə yetirə bilməz. Libronun geyimi, libronun forması öz komanda yoldaşlarının formasından fərqli olur. Sonra libro servis yerinə yetirə bilməz. Və oyuncusunun bu komandanın set ərzində 6 oyuncu dəyişikliyi etmə şansı var. 6 oyuncu dəyişikliyi. Məsəl üçün, basketbolda, 3x basketbolda demişik ki, oyuncu dəyişikliyinə məhdudiyyət yoxdur. Amma vərdbolda set ərzində 6 oyuncu dəyişdirilə bilər. Və burada libro oyuncu dəyişikliyinə adiyyatı yoxdur. Yəni, libro məhdudiyyət olmadan, məsəl üçün, niyə yoxdur? Onun da açıqlamasını verim. Məsəl üçün, libro ön zonaya gəlmədiyinə görə meydandan tərk edəcək. Əgər meydandan tərk edirsə, oyuncu dəyişikliyi olur. Xal hesabına sarısa, bu görün nə qədər olur? Onun üçün, libronun oyuncu dəyişikliyinə məhdudiyyəti yoxdur. Ona adiyyatı yoxdur. Oyuncuların 6 oyuncu dəyişikliyinə icazə var. Və libro arxa zonadan oyuncu dəyişikliyini edir. Digər oyuncular isə ön zonadan oyuncu dəyişikliklərini edir. Və hər oyuncu bir dəfə oyuncu dəyişikliyi edə bilər. Əlavə olaraq
Əlavə olaraq, bunu deyim, buna diqqətlə qulaq asın. Məsəl üçün, komanda set ərzində 6 oyuncu dəyişikliğini doldurub. 6 oyuncu dəyişikliyi yox, bitib. Komandanın bir oyuncusu zədələndi. İstisna halda bir dəfə dəyişilməyə icazə verilir. İstisna halda o oyuncu dəyişdirilir, yerinə başqa oyuncu gəlir. Bir şans verilir. Yenidən bir başqa oyuncu zədələndi, artıq bir şans da verilib, onu da itirmişik. Onun üçün həmən oyuncuya gedir ilk tibbi yardıma, həmən oyuncuya 3 dəqiqə vaxt verilir ki, yenidən meydana gəlsin, meydanda oynasın. 3 dəqiqə ərzində gəlməzsə, 5 nəfər qalıb axı, oyuncu 5 nəfər, biri çıxdı 3 dəqiqə ərzində gəlmir, zədələn çıxıb, gözləyir ki 3 dəqiqə ərzində gəlsin. Meydanda qalıb 5 nəfər. O 5 nəfər olduqdan 5 nəfər qalıb. 5 nəfərlə demiş ki, oyun davam etdirələ bilməz. Oyuncu heyəti, əsas heyət 6 nəfərdir, meydana mütləq 6 nəfərlə çıxmalıdır və 6 nəfərdən az oyuncu olarsa, məsəl üçün 5 nəfər olarsa, oyun davam etdirilə bilməz. Həmən komandaya texniki məğlubiyyət verilir. Məsəl üçün, dedim, oyunun ilk başlanğıcda, izahın başlanğıcında basketbolda məsəl üçün mütləq 5 nəfərdir, oyun gedişatında 4 nəfərlə də 3 nəfərlə də davam etdirə bilər. Amma burada isə etdirə bilməz. Mütləq 6 nəfər oyunda olmalıdır. 6-dan biri zədələndə çıxdı, biri oyundan qovuldu, 5 nəfər qalıbsa, oyuncu dəyişikliyi edə bilmirsə, bu zaman həmən komandaya texniki məğlubiyyət verilir. Bunu da məncə bildiniz. Oyuncu dəyişikliyi dedim, oyuncu dəyişikliyi və servis vurulmanı. Ümumiyyətlə, meydanda izah edilməli yerlər gəldikdə, yerdən izah verəcəm. Ümumiyyətlə, vətbol idman oyunu maksimum 5 setdən oynanılır, minimum 3 setdən. Niyə bu şəkildə deyilir? Vətbol idman oyununda 3 setin qalibi qalib hesab olunur. Baxın, məsəl üçün, birinci set, ikinci set, üçüncü set. Birinci seti oynadıq, A komandası qalib gəldi. İkinci seti geçtik. Üçüncü sette oynadık. Yine A komandası qalib gəldi. Üçüncü seti oynadık. Yine A komandası gəldi. 3 setin qalibi mi? 3 setin qalibi, hamısının qalibi A komandası. Avtomatik olarak oyun bitir. Dedik, vətbolda 3 setin qalibi qalib hesab olunur. Əgər, məsəl üçün, birinci seti A komandası qalib gəlir. İkinci seti A komandası qalib gəlir. Üçüncü seti B komandası qalib gəlir. Hələ 3 setin qalibi yoxdur ki, 4-cü set oynanılır. 4-cü seti yenidən B komandası qalib gəlir. 2-2-yə qalıblar. Demişik axı 3 setin qalibi qalib sayılır. Hələ qalib yoxdur ki, bu zaman həlledici məqam 5-ci set oynanılır. 5-ci set. 5-ci set 15 xaldan oyundur. Bunların xal hesabını deyəcəm. Ümumiyyətlə 5-ci seti burada yadda saxlayaq. Hər setimiz 25 xalacan oynanılır. Məsəl üçün, birinci set 25-23. A komandası 25 gəldi və 23 xal. 25-23. A komandası qalır. Və 25 xala çatdıqda 2 xal fərqi yaranmalıdır. 2 xal. 25 məsəl üçün 25-dir, məsəl üçün hesab 24 23-dür. Oyunda 24-23-dür. 24-23 olduğuna görə məsəl üçün dedik, gəldi komanda oldu 24-24. Hesab avtomatik qalxacaq 26-ya. Çünki 2 xal fərqi olmalıdır. Məsəl üçün 26-24. Oyun bitdi, 2 xal fərqi var. Məsəl üçün, əgər bu hal, məsəl üçün gedib 26-24,
26 məsəl üçün üzr istəyirəm. 24-24-dür hesab. 24-24. Qalxda oldu 25-24. Oyun hələ davam edəcək. 2 xal fərqi yaranacaq. Hesab oldu 25-25. 2 xal fərqi yaranmalıdır. Hesab qalxdı 27-yə. 27-yə qalxdı ki, 27-yə qalxdı ki. Biri 27 olanda, biri 25 olanda 2 xal fərqi ilə qazansın. Bu şəkildə hesab 50-50-yə də gedə bilər. Mütləq 2 xal fərqi yaranmalıdır ki, oyun bitsin. 2 xal fərqi yaranmalıdır. Burada 25 xal alacaq. Birincisi, ikincisi, üçüncüsü, ikincisi 25 xal, üçüncüsü 25 xal, dördüncüsü 25 xal. Amma 2 xal fərqi ilə yaranana qədər 25 xala çatdım. Məsəl üçün hesab 25-23-dür. Oyun bitir. 2 xal fərqi var. Oyun bitir. Və yaxud da hesab 25-18-dir. Oyun bitir. Qalib A komandası məsəl üçün. Və yaxud da əgər belə olsaydı, dediyim kimi hesab 25-24 olsaydı, avtomatik olaraq hesab 26-ya qalxacaqdı. Çünki 2 xal fərqi yaranmalıdır. Axı mütləq şəkildə 2 xal fərqi yaranmalıdır. Amma 4-cü setdə, üzr istəyirəm, 5-ci setdə həlledici məqam, 5-ci set həlledici məqam. Bu 5-ci set oynandı 15 xalda. 5-ci set 15 xalda. Burada da 15 xalda, 15 xalda 2 xal fərqi gözlənilir. Mütləq, mən məsəl üçün hesab 15-14-dür. Hesab belə bitə bilməz. Burada da mütləq şəkildə 2 xal fərqi gözlənilir. Hesab bitə bilərdi 16-14. Məsəl üçün hesab bitər 15-13. Mütləq şəkildə burada da 2 xal fərqi gözlənilir. Və məsəl üçün 5-ci həlledici məqamda A komandası qalib gəlir və 3 setin qalibi 1, 2, bu da 3. 3 setin qalibidirmi? Qalibidir. Və oyunun qalibi sayılır. Və ümumiyyətlə qalibə və məğluba verilən xallar nə deyimizsə, qalibə, baxın, hesab 3-0-dırsa, 3 setin qalibi 3-0-dırsa, 3-1-dirsə, hesab 3-1-dir, 3-0-dırsa, xal verilir qalibə 3, məğluba 0. Qalibə 3, məğluba 0. Əgər bu hal olarsa, qalibə 3, əgər bu halda qalibə 3, məğluba 0. Hesab 3-2 olarsa, hesab 3-2 olarsa, 3-2 olarsa, hesab 3-2 olarsa, qalibə 2, məğluba 1 xal verilir. Qalibə 2, məğluba 1 xal verilir. Və bu hissədə də bunun izahını verdim. Dedik, vədbolda 3 setin qalibi, qalib hesab olmuş. Vədbolda setlər arası fasilə. Setlər arası fasilə. Məsəl üçün, birinci set bitdi. Keçirik ikinci setə. Birinci set bitdi, keçirik ikinci setə. Bu zaman 3 dəqiqə və 2-dən 2 bitdi, 3-ə keçdik. Yenə 3 dəqiqə. Setlər arası fasilə nə qədər deyilsə 3 dəqiqə. Vədbolda setlər arası fasilə, hissələr arası fasilə 3 dəqiqə. Və əlavə olaraq oyun necə başlanılır? Onun izahını verin. Oyun başlanılır püşatmayla. Oyun başlanıldı püşatmayla. Püş atıldı. Püşçü qazanan komanda servis haqqı, servisi və yaxud da meydanı seçir. Ya servisi, ya meydanı. Tutaq ki, servisi seçdi. Gəldi püşatma ilə. Birinci hissədə, oyunun başlanğıcında püşatma keçirildi. Püşatma ilə təyin olundu ki, hansı komanda servis başlayır. Və yaxud da hədə təyin olundu ki, servisi başlayır və yaxud da püşçü qazanan komanda ya servisi seçir, ya da meydanı. Birinci setdə A komandası topu başladı. Birinci setdə A komandası başladı. Püşçün nəticəsilə A komandası. İkinci setə keçdikdə avtomatik olaraq B komandası top başlayır.
Üçüncü sete keçdikdə avtomatik olaraq C komandası başlayır. Bir dəfə sən, bir dəfə mən, bir dəfə sən, bir dəfə mən. Dördüncü setdə yenidən üzr istəyirəm. Bir dəfə sən, bir dəfə mən. Birinci setdə A komandası püşün nəticəsində başladı. İkinci setdə verildi avtomatik B komandası başlayır. Üçüncü setdə yenidən A komandası başlayır. Bir dəfə sən, bir dəfə mən. Dördüncü setdə yenidən B komandası başlayır. A, B. Sonra yenidən A komandası, yenidən B komandası. Beşinci setə gəldikdə, əgər bunlar oynanırsa, 3 setin qalibində, üçündə də A komandası qalib gəlirsə, məsəl üçün, dördüncü set oynamaya ehtiyac yoxdur. Əgər dördüncü set oynanırlarsa, B komandası başlayır. Beşinci set yenidən həll edici məqam oynanırlarsa, beşinci setdə. Bu zaman burada da püşatma keçirilir. Burada da püşat. Birinci hissədə oyun ərzində 2 püşatma var. Maksimum 2 püşatma var, minimum 1. Minimum deyirlərsə ki, oyunda minimum neçə püşatma olur? 3 setin qalibi, 3 setin qalibi. Qalib hesab olunur, bir dəfə püşatma keçirilir. Maksimum isə 2 dəfə. Gedib oyun həll edici məqama qədər 5-ci setdə artıq püşatılır. Burada topu A komandası da başlaya bilər yerinə. B komandası da başlaya bilər. Və oyuncular nə zaman yerlərini dəyişirir? Məsəl üçün, birinci setdə püş atıldı. Komanda başlayıb A, bu tərəfdə də B. İkinci set keçdikdə komandalar hücum istiqamətlərini dəyişir. Oynayır B, A. Üçüncü setdə yenidən komandalar yerlərini dəyişir. A, B. Dördüncü setdə yenidən yerlərini dəyişir. B, A. Əgər dördüncü set oynanırlarsa. Beşinci setdə artıq dəyişə də bilər, dəyişməyə də. Bu da püşatmanın səbəbi ilə, püşatmanın nəticəsində bəlli olunur. Dəyişilir, yoxsa dəyişilmir. Və bunları bildik. Komandalar nə zaman yerlərini dəyişir, birinci oyunda servisi necə başlanılır, oyun necə başlanılır, ikinciyə keçiddə kim başlayır, üçüncüyə keçiddə kim başlayır. Bunları bildik. Oyunda və futbol idman oyununda oyuncu dəyişikliğini də bildik. Oyuncular necə düzülür, necə zonalar, yer dəyişmələri olur və oyun zamanı time-out var. Burada futbol idman oyununda texniki time-out yoxdur. Time-out nədir? Fasilə vaxtı. Yəni istirahət vaxtı. Bunu məşqçi və yaxud da oyuncular götürür. Fasilə vaxtı. Futbolda hər setdə 2 time-out var. 2 time-out hər setdə. Məsələn, birinci setdə 2 time-out, ikinci setdə 2 time-out, üçüncü setdə 2 time-out. Və time-out'un vaxtı 30 saniyədir. Bu da basketbol, 3x basketboldan, 3x basketboldan oxşar cəhət. 3x basketbolda da 30 saniyədir. Burada da 30 saniyə. Və deyilsə ki, məsəl üçün, futbol idman oyununda maksimum ümumi oyun ərzində, ümumi deyildiyinə görə hər iki komanda nəzərdə tutulur. Maksimum neçə time-out götürülür? Məsələn, maksimum dediyinə görə avtomatik olaraq 4-cü, 5-ci setdə oynanılır. Maksimum dedikdə bunlar da götürülür. Hərəsində 2 varmı? 2, 4, 6, 8, 10. Bir komanda 10'lu mu? Bir komandanın çoğu. Digər komanda da maksimum dediyinə görə 10 götürə bilər də. Maksimum 20. Maksimum 20 time-out götürə bilərik. Neçə dəqiqədirsə 5 dəqiqə mən götürə bilərəm. 30 saniyədir. 2 time-out olduğuna görə 1 dəqiqə. Ümumi 5 dəqiqə. 5 dəqiqədə o götürə bilər. 10 dəqiqə time-out götürə bilərik. Ümumi 10 dəqiqə time-out götürə bilərik. Time-out da bilinir.
Timeout'da bildik. Meydançamızı çəkək. Oyun ərzində blok qurma var. Hücum zərbəsində blok qurma, müdafiə texnikası bu da. Və